Deməli, Kapital Bank dələduzluğunun dəstxətli sxemini izah eləməyə çalışıram. Daha əvvəllər adını dəfələrlə qeyd elədiyim bu cinayətkar dəstə hansı ki, xüsusi xidmət orqanı tərəfindən yaradılıb və rüşvət almaqla Mirqafar Seyidovla əlbir olaraq bu şəxslər bizim dəyərli General Rzayevi yenidən artıq ikinci dəfə şərli böhtanlanmaq istədilər. Sizə kiçik bir sxem izah eləmək istəyirəm. Deməli, bu adını dəfələrlə hallandırdığım Kənan Hacıyevdir, baş əməliyyatçı İbrahimdir. Amerikada oturan Hacı Cəfərdir, Həci Cəfərdir, Nəzibildir, odur. Sonra bu Vahabilərdir. Ondan sonra bunların törətdiyi kiber cinayətkarlıqlardır, narkotik dövriyyəsidir və s. ilə axır. Bu adamlara cinayət törədə bilsinlər deyə xaç-elidən və s. digər şeylərdən, belə dedik, kibernetikadan deyək də, başı çıxan adamlar lazımdır. Və öz qurbanlarını izləyə bilsinlər deyə Kapital Bank dələduzluğunun dəsti xətti ilə, hansı ki, həm məhz Kapital Bank dələduzluğunun sosial şəbəkələrin idarə edilməsi nəticəsində həyata keçirdilər. Bundan əvvəl də bu arada məlumat vermişəm. Deməli, nə edirlər? Diqqət. Mən hal-hazırda oyunu atıram blok atmağımın heç bir mənası yoxdur. Bir yenə çıxacaq mənim qabağıma. Deməli, həmən bu qrupirovka, cinayətkar dəstə, mən hər hansı bir belə daimi olaraq telefon zənglərimə qulaq asmaqla, daimi olaraq mobil telefonlara müdaxilə edib sənin maraq dairəvi təyin etməklə başlayırlar Kapital Bank dələduzluğunun dəsti xətti ilə sənin bu sosial şəbəkəni idarə edə bilirlər axı. Və istənilən bir hər hansı bir oyun adama göndərməklə. Və biz oyunu, belə deyək də, mobil telefonumu mən yükləyəndə fərq eləmir. Belə bir oyun olsun, Lovi, olsun, fərq eləmir də. Həmən oyunun arxasında özləri durduqlarına görə bir mənalı olaraq mobil telefonda sənin bu application deyək də, iqra, hər hansı bir iqra, bunlardan hər hansı biri. Sənin mobil telefonu yükləndiyinə görə daimi olaraq mobil telefon sənin yanında olanda onlar artıq öz qurbanlarını bir növ izləyə bilirlər. Bundan əvvəl də deməli şarkı evreni var idi. Mən hesab edirəm ki, Aspılmanat da bu cinayətlərin bir hissəsidir. Proqram təminat lazım ki, öz qurbanını izləyə bilsinlər. Misal üçün, və beləliklə bu adamlar bundan əvvəl Cavadovlar qardaşla əlbir olaraq Kənan Hacıyev belə bir variant eləmişdi. Şarkı evreni adında YouTube'dan daha rahat mahnı göstərə bilim deyə Şarkı evreni adında mənim telefonuma proqram yükləməyə məsləhət görmüşdülər. Və həmən hər hansı bir bunların belə deyək, nəzarət edə biləcəyi proqram və proqram təminatları, iqralar və s. axır varsa, avtomatik son telefonunu yüklədikdən sonra bu adamlar sənə böyük rahatlıqla nəzarət edə bilirlər. İndi keçək bunların 2022-ci ilə qədər davam elədiyi Kapital Bank dələduzluğuna və Azərpost dələduzluğuna. Qurbanlar təyin olunur. Kənan Hacıyev və baş əməliyyatçı İbrahimdir. NZS-in direktorunun oğludur. Ondan sonra bu bizim oğru aləminin kraliçası Sumqayıt Arifdir, Turaldır və s. digərləri. Yəni bu bandanın üzvləri nə edirlər? Öz qurbanlarını təyin elədikdən sonra Kapital Bankdakı əməkdaşlarının əlbir olduğu şəxslərin əli ilə bank hesablarını təyin edirlər. Bank hesabları hamısı təyin olunur ki, kimin bankından biz pul çəkə bilərik. Beləliklə, həmin bu izləmə, sosial şəbəkənin idarə olunmasını həyata keçirmək şərti ilə hər hansı bir yalandan fake məlumatlar göndərilir sosial şəbəkələrə və belə deyək də, hər hansı bir insan, vətəndaş bilmədiyi tədbirdə başlayır o proqramı telefonuna yükləyir. Proqramdan silinən pullar bu şəxslərlə əlbir olan gedir xaricə, Rusiya, Ukrayna və Türkiyə. Və Azərbaycan necə qayıdır? Çox sadə bir yolla. Bu bizim qumar oyunları vasitəsilə köçür bunların bank hesablarına. Əlavə olaraq da bu şəxslər vəsaitlərdən sui-istifadə edərək Baksel, Azərsel, NAR və digər operatorlara belə deyək də, müdaxilə eləmək hüquqları olduğuna görə həmən hüquqlarından istifadə edərək qurbanlarının IP ünvanları, yəni ki, mən indi bu dəqiqə şeyi söndürsəm, Wi-Fi söndürsəm, avtomatik olaraq mən Wi-Fi əvəzinə Wi-Fi söndürürəm,
Mən keçirəm internetə. Mən internetə qoşula bilmək üçün mən lokal şəbəkəyə keçid edə bilim deyə, qlobal şəbəkəyə, avtomatik Boxer mənə IP bir adres verir. Və bu şərəfsizlər, bu ləyaqətsizlər, bu əxlaqsızlar, bu cəsuslar Boxerə, AZS digərlərdə təsir və təzyiq göstərməklə öz vəzifəsindən sui-istifadə edərək qurbanlarının yenidən bu bir növ IP ünvanlarını tapıb istənilən müdaxilə edə bilirlər. Buna aiddir psixoloji təsirlər, manipulyasiya və s. ilaxır. Kapital Bank dələduzluğundan, Kapital Bank bu kiber dələduzluğunun üzərində də olan əməliyyatlardan sonra bir növ belə deyək də, biz hər hansı bir vətəndaş quruma şikayət elədikdə, məsələn, həmin qurum 2 dənə Azərbaycanda qurum var. Kiber cinayətçılığa bu qarşıda. Biri xüsusi xidmət orqanındadır, DTX nəzarət eləyir. Digərinə nəzarət eləyir bizim bandat deyil, banditizm. Və hər bu 2 qurumdan bu cinayətkar dəstənin əsas üzvləri olduğuna görə birmənalı olaraq ölkə daxilində heç kim bunların tədbir görə bilmir. Misal üçün, mən DTX-yə şikayət edirəm, DTX mənə cavab verəcək ki, xarici vətəndaşları bizim xəbərimiz yoxdur. Amma əslində xaricə məlumat göndərirlər. Bu şərəfsizlər. Xaricdə oturan hansısa bir Nikolay, xaricdə oturan bir hansısa bir Saşa, hansısa bir xaricdə oturan, nə bilim, Alek, heç vaxt xaricdə otura-otura bilə bilməz ki, Kapital Bankda, Azərbaycan dövləti daxilində, bankda kimin nə qədər hesabında pul yatıb. Bunu heç vaxt bilə bilməz. Deməli ki, buradan vətəndaş məlumatları göndərilir xaricə. Xaricdə kimin bankasında nə qədər pul varsa təyin olunur və beləliklə Kapital Bank dələduzluğunu böyük bir rahatlıqla həyata keçirirlər. Bu erməni tumundan əmələ gəlmişlər, başda Mirqafar Seyidov olmaqla. Öz vətəndaşlarını belə soyurlar. Xaricə cəsusluq etməklə və əlavə olaraq da bizim dəyərli Mehriban xanım, bizim möhtərəm prezidentimiz, birinci, Ali Başkomandan İlham Əliyev cənablarının ünvanına da nəsə bir söyüş, təhqir, nəsə bir öz kinlərini, küdurət, təxribat xarakterli olan öz mənfi auralarını və fikirlərini ifadə edə bilmək üçün xaricdə əlbir olduğu şəxslərlə və daha doğrusu şəxslərin əli ilə çox böyük rahatçılıqla kommentariya bölməsində bunu edirlər. Çox böyük rahatçılıqla. Və sabahdakı şikayət olanda ki, filankəs məsəl üçün məni təhqir eləyib, filankəs filan şey eləyib, dəsmçanın şey eləyib. Yenə biz Kapital Bank dələduzluğunun dəsti xətti ilə həmən şəxsləri biz heç nə edə bilmirik. Nəyə görə? Çünki Kənan Hacıyevdir. Bizim bu özünü kriminal avtoritet hesab edən İlqarədir. Bəhəddindir, Küydəxanın Cəzəcəkmə rəisi Elnurdur, Qalib Salahzadədir, Alfons və digərləri. Bunların bandaların əsas cinayət sxemi də bunun üzərində qurulub. IP ünvanlar Azərbaycan dövlətinə qarşı, Azərbaycan virtual şəbəkəsinə qarşı cinayət törədənlərin bütün, belə deyək də, əlbir olan şəxsləri xaricdə olduğuna görə bizim hüquq mühafizə orqanları bir növ əlləri, qolları bağlıdır, heç eləyə bilmirlər. Amma əslində xüsusi xidmətdə oturan, bu dələduz, Balatəvər arasında yaşayan, paralel olaraq da ki, banditizmin əməkdaşlarından Kənan Hacıyev və digər adlarına dəfnə salınmış şəxslər bunları çox gözəl bilirlər. Çox da gözəl bilirlər. Bunlar bir dövlət daxilində Azərbaycan dövlətinin əleyhinə qurulmuş bir bandadılar. Bildiyiniz band. Əsas məqsədləridir, göz önündədir. Əlavə olaraq təhsil balının artırılmağı, süni bal artımı, təhsil necə bu bal artımı edirdilər, həmən metodla. Qabaqcadan abituriyentlər, hansılar ki, belə deyək də, bu bizim ali təhsil mərkəzlərinə müraciət edən abituriyentlər imtahan verirlər. Qabaqcadan onların hamısının mobil nömrəsi əsnasında həmən şəxslərin sosial şəbəkələri təyin olunur. Kapital Bank dələduzluğu dəsti xətti ilə həmən şəxslərin qarşısına xaker xidmətləri çıxır. Onlara təklif olunur ki, lazımsa 200 bala qədər balını artırırıq. Bunu kimin əlinə eləyirlər? Sovetdə yaşayan narkomanın əli ilə, onun bacısının əli ilə. Sovetdə yaşayan narkoman bacısı və onun anasının əli ilə. Çünki həmən narkomanın anası tələbə qəbulu bal artımında işləyir. Və həmən məlumatları bu cinayətkar bandaya verən də həmən narkomanın anasıdır. Kənan Hacıyevdir, Mirqafar Seyidovdur, Qalib Salahzadədir, bizim bu Məhəmməd Paşazadədir, narkotacir.
Bunlar öz vətəndaşlarına qarşı cinayət törədə bilsinlər deyə Azərbaycan Respublikası daxilində olan narkomanlardan istifadə edirdilər. Onların ailələrinə təsir və təzyiq göstərə bilsinlər deyə. Bu şəxslərə cinayətkar lazım idi. Bu şəxslərə narkotik asılığı vəziyyətdə insanlar lazım idi ki, öz Azərbaycan dövlətinə qarşı olan cinayətlərini həyata keçirə bilsinlər. Bu şəxslər Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin bir nömrəli düşmənləridirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan dövləti üçün elədiyi şeylər heç bunların vecinə də belə deyil. Öz ailə əxlaqlarını, öz ailə tərbiyələrini həmin bu Kapital Bank dələduzluğunun dəstək xətti ilə nümayiş elətdirirlər. Bunun arxasında durub Kənan Hacıyevin ailəsi, Mirqafar Seyidov durub, 102 xidmətinin Allah bəlasını versin. Oranın rəisinin valla çox tərbiyəsiz bir adamdır. Mən onlara bir hərəkət gözləməzdim. Bu adamlara Azərbaycan dövləti daxilində törətdiyi bütün cinayətləri izin itirə bilsinlər deyə xaricdə əlbir olduğu şəxslər lazımdır. Onlar hələ də Azərbaycan gəlmirlər. Arxaimçilik var, rahatçılıq var. Nə istəyirlər onu deyirlər. Həmən metodla bu şəxslər 2014-cü ildə məndən əl çəkmirlər. Ayusta şirkəti yaradıldı, Hacı Cəfərin tapşırığı ilə. Bu cinayətkar dəstənin dalında duran şəxs elə Hacı Cəfərdir. Hacı Cəfərdir, nə zibildir, heç bilinmir nədir. Dövlət xaini, şizofren, islamofob. Bunların çoxusu islamofobiyadan əziyyət çəkir. İndi kimsə mənə izah edə bilər, hansı dində, hansı İslam dində, fərq eləmir dində, İslamda, xristianlıqda və s. hansı dində oğurluq var, hansı dində həyasızlıq var. Bunlar sadəcə olaraq din altında öz Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi cinayətləri gizlətmək üçün xarici vətəndaşlarınız bu heç bir dinə yanaşmır, sığan bir şey yox deyə. Hansına baxırsan hamısı avtoritet, hamısı nə bilim özlərini oğru sayırlar, nəmnə sayırlar. Polis əməkdaşı dəfələrlə cəlbçəkmə müəssisəsində olan kriminal şəxslərlə əlbir olaraq Azərbaycan dövlətinə, öz hökumətinə və hakimiyyətinə qarşı banda yaradıb. Bunun əvəzinə 102 xidməti susur. Mənim başıma bu şəxslər tərəfindən açılmayan oyun qalmadı. 2014-cü, 2026-cı il. Nə kimi tədbir görüb? Heç bir tədbir görülməyib. Əbülfət Rzayevi dəfələrlə şərliyib böhtanlayıblar. Dəfələrlə bizim General Rzayevin adına saxta fake səhifələr yaradıblar. Gah General Rzayevi güllə ilə vurublar, gah nə olub, nə zibil olub. Bunların bəziləri xərçəng xəstələrindən əziyyət çəkir. Raxtı çoxsu. Kənan Hacıyevin Batısının zibilləri damısı. Və heç kimdə hələ də heç bir tədbir görmür. Ümid edirəm ki, Prezident administrasiyasında bu şəxslərlə əlbir olan şəxs, yenə narkoman Nazim, onun polkovnik qardaşı, hansı ki xüsusi orqanın əməkdaşı da onun ailə üzvlərindən külli miqdarda rüşvət alaraq bu cinayətkar dəstənin əsas gəlir mənbəyi olan narkotik dövriyyəsinin izini itirməyə çalışdı. Və bir növ bu addımı atmaqdan həm özünü sığortaladı, həm yenidən Əbülfət Rzayevi şərliyib böhtanladılar. Həm də Mirqafar Seyidov artıq burada havadar və himayədar rolunda özünü təsdiq etmiş oldu. Bu adamlar düşməndilər. Bu adamlar Azərbaycan xalqının milli, mənəvi düşmənləridirlər. Və mən bu adamlara ömürlük həbs tələb edirəm. Başda Mirqafar Seyidov, Qalib Salahzadə olmaqla, Məhəmməd Paşazadə olmaqla, Məhəmməd Paşazadənin pozğun həyat yoldaşı olmaqla. Bu adamlar ömürlük həbs olunmalıdır. Bu adamlar Azərbaycan xalqının bir nömrəli düşmənidirlər. Bu adamlar Azərbaycan dövlətinin bir nömrəli düşmənidirlər. Bu adamlar Azərbaycan prezidentinin bir nömrəli düşmənidirlər. Amma halbuki bunların içərisində başda bu tərbiyəsiz şeyx və onun tərbiyəsiz qızları ailəsi olmaq şərti ilə bu vəziyyətə onları gətirib çıxardan məhz olub rəhmətli Gül Öndər və Heydər Əliyev. Heydər Əliyev və bizim cənab prezidentimiz. Adam yediyi qaba tüpürməz, adama deyərlər. Təbii ki, söhbət adamdan gedir, insandan gedir. Belə bir tərbiyəsiz, dövlət əleyhinə onun baş vermiş bir qrupirovkadan söhbət getmir. Hələ də şikayətlərimə baxılmır. Və bu cinayətkarlığa dəstək duran Nəsimi rayon məhkəməsinin hakimidir. Bu cinayətlərin arxasında duran havadar Nəsimi rayon polis idarəsinin rəisidir. Bu cinayətlərə dəstək duran bizim vahabilərdir, sələfidir, hənəfidir, nə zibildir, o altda gəzənlərdir. Bu adamlar şübhələnir ki, mən də xakirəm. Və hələ də artıq neçə il keçir. Bugün mən cənab nazirə telegram vurmuşam, 30 mart. Və hələ də
bu adamlarla bağlı heç kim tədbir görülmür. Mən General Rza məktub göndərirəm, Mirqafar Seyidov oradan banditizmin əməkdaşlarını təsir göstərir. Qoymur eləsin. Mən buradan Vilayət Eyvazova e-mail, daha doğrusu onlayn müraciət göndərirəm, Mirqafar Seyidov yenə havadarlığından, himayədarlığından əl çəkmir. Mən möhtərəm prezidentdən də xahiş edirəm ki, Mirqafar Seyidov bağlı qəti tədbirlər görülsün. Sevmir bu ölkəni, sevmir xalqını, nifrət edir öz xalqına, nifrət edir dövlətinə və hakimiyyətinə. Burada nə problem var ki? Kimləri sevir? İranı, farsları, getsin otursun farsların yanında, öz din qardaşlarının, xəstələrin yanında. Bütün dünyaya bomba atan. İslam altında uşaqları körpələrə öldürənlərin yanında. Durduq yerdə aləm bir-birinə qatanların. Otursun onların yanında problem yoxdur. Azərbaycan zabiti adına ləkə gətirməsin.